إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Hörmətli qardaş və bacılarım və dinləyicilər, Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərinə davam edirik və Buluğul Məram kitabında Təharət kitabının altında və həmçinin sular fəslinə daxil olan son iki hədisi qeyd edəcəyik. 21-ci və 23-cü hədis. 21-ci hədisdə müəllif, Allah ona rəhmət etsin, qeyd edir ki, Ən Əbi Thə'ləbətə Əl-Xuşəniyyə radiyallahu anhu qal, Qultu ya Rasulallah, İnnə bi ardi qavmin əhli kitab, əfənə'kulu fi aniyyətihim. Əbu Thə'ləbə Əl-Xuşəni radiyallahu anhu, Allah ondan razı olsun, rəvayət edir ki, o belə demişdir. Sahabə deyir ki, dedim ki, ey Allahın elçisi, biz kitab əhli olan bir qövmün yaşadığı torpaqlardayıq. Onların qablarında yemək yeyə bilərikmi? Qal, la tə'kulu fiyhə illə əllə təcidu qayrəhə fəğsiluhə və kulu fiyhə muttəfəqun aleyh. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, əgər ondan başqasını tapa bilsəniz, o qablarda yemək yeməyin. Yox, əgər başqasını tapa bilməsəniz, onları yuyun və içində yemək yeyin. Hədisi Buxari Müslim rəvayət etmişdir. Və hədisin izahında alimlər qeyd edirlər ki, Əbu Thə'ləbə Əl-Xuşəni radiyallahu anhunun deməsi ki, biz kitab əhli olan bir qövmin yaşadığı torpaqlardayıq. Burada daha doğrusu Allah bilir, yəni qəsd olunan xaçpərəstlərdir, xristianlardır. Çünki onlar Şam ətrafında daha çox idilər və mövcud idilər. Və bu hədisə verilən izahlardan biridir. Və həmçində hədisdən çıxan faydalardan alimlər qeyd ediblər ki, buyurublar ki, birinci fayda kitab əhli ilə bir yerdə yaşamağın, məskunlaşmağın icazəli olması. Lakin bu mütləq bir icazədirmi? Cavab əlbəttə ki, xeyr. Çünki digər dəlillər, əgər biz onlara fikir versək, şəriətin dəlillərinə baxsaq görərik ki, öz dinini aşkar şəkildə yaşaya bilməyən kimsəyə hicrət etmək ona vacibdir. Qeyri-müsəlman diyarından, qeyri-iman diyarından müsəlman diyarına hicrət etməsi ona vacibdir. Və bu hədisin zahirindən görünən odur ki, Əbu Thə'ləbə Əl-Xuşəni, Allah ondan razı olsun, öz dinini aşkar yaşaya bilirdi həmin torpaqlarda və müsəlmanlar kafirlərdən seçilirdilər. Lakin əgər müsəlmanlar o yerlərdə fərqlənmirlərsə, insan öz dinini aşkar yaşaya bilməsə, onda orada qalmaq ona haramdır. Necə ki, barədə alimlər qeyd edir. Çünki buyururlar ki, Allahın torpağı olduqca genişdir, böyükdür və ona görə alimlər qeyd edirlər ki, bu hədisdə kitab əhlinin torpağında onlarla bir yerdə yaşamağın icazəliyinə dəlil vardır. Lakin bu insanın öz dinini yaşamağa qadir olması şərtinə bağlıdır. Əks halda hicrət etmək həmin şəxsə vacibdir. İkinci fayda isə sahabələrin Ridvanullahi aleyhim, Allah onlardan razı olsun, elm öyrənmək hərislikləri və güclü təqva sahibi olmaları. Yəni onlar hətta bu cür incə məsələlər barədə Peyğəmbər sallallahu aleyhi ve sellemdən soruşurdular və qablar barəsində Allah Resulü sallallahu aleyhi ve sellemdən xəbər alırdılar. Və ona görə də insan özü üçün qaranlıq qalan hər bir məsələ barədə soruşmalıdır. Lakin kimsə susaraq deməsi ki, əgər haramdırsa Allah bağışlayar, rəhm eləyər və deməsi təbii ki, xətadır, yanlışdır, düzgün deyil və həmçində bir məsələni soruşmur və dəlil kimi gətirməsi ki, uca Allah deyir ki, Lə təsəlu ən əşyəin tubdə ləkum təsu'ukum. Sizə aşkar ediləcəyi təqdirdə sizi kədərləndirəcək şeylər barədə soruşmayın.
ayəsini dəlil gətirərək sual verməkdən qaçması insana haramdır, icazəli deyil. Ona görə müsəlman bu xüsusda diqqətli olmalıdır. Və həmçinin üçüncü fayda olaraq qeyd edə bilərik ki, yəni bir insan deyə bilər ki, hədisin zahirini götürək və deyək ki, hətta qeyri-müsəlman səni evinə qonaq çağırsa, onların qablarında yemək yemək olmaz. Birinci qabı yu və sonra o qabda yemək ye. Cavab olaraq elm əhli buyurur ki, yəni hədisdə məna bu deyil. Yəni hədisdə məna odur ki, yəni əgər sən onlardan qabı borc alaraq götürsən, əgər səndə qab olmasa sən onlardan müvəqqəti istifadə edirsən, qab götürsən, bu zaman o qabı yuyursan və sonra isə ondan istifadə edirsən. Amma normal halda qonaq çağırarsa səni, necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm çağırmışdılar və Allah Rasulü sallallahu əleyhi və səlləm onların həmin qablarına yemək yemişdi. Aydındır. Yəni burada deməli məqsəd, yəni zahir olaraq məqsəd odur ki, yəni sən əgər onlardan istifadə üçün qab alsan, o zaman hədisdə qeyd olunanı yerinə yetirirsən, edirsən. Amma səni qonaq çağırsalar, yəni o qabların yuyulmasına ehtiyac yoxdur. Və həmçinin də hədisdən çıxan növbəti faydalardan, əgər insanın heç nə yoxdursa və kitab əhlindən qab-qazaq borc alarsa, hətta həmin qabların su ilə yuyulma izi görünsə belə, alimlər qeyd edirlər ki, biz ona deyirik ki, onu özün yumadan içində yemək yemə. Hətta o qab qeyri-müsəlman tərəfindən hazırda yuyulmuş olsa da belə, içində su olsa da belə, alimlər qeyd edirlər ki, onu yu və sonra isə o qabdan istifadə elə. Və həmçində buyururlar ki, yəni əgər birdən biri desə ki, mənim qablarım var, lakin onu yanıma gələn qonaqlara layiq görmürəm, ola bilsin köhnədir və yaxud da balacadır, kənarında sınığı var, aydındır. Bu halda əgər qeyri-müsəlmanda, kafirdə yaxşı qablar varsa, mən onlardan, yəni bu hədisə görə, hədisin zahirinə görə onlardan qab götürə bilərəmmi qonaqlarıma təqdim üçün? Alimlər qeyd edirlər ki, yəni biz Allah Rasulunun sallallahu əleyhi və səlləm buyurduğu kimi deyirik bu məsələdə. Cavabımız budur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyib ki, başqasını tapmadıqca onlarda yemək yeməyin. Lakin bu insan kasıb olsa da belə, qabı köhnə olsa da belə və yaxud da balaca olsa da belə, ola bilsin ki, və yaxud da yanında xırda bir qırığı var. Bu insan faktiki halı ondan ibarətdir ki, bunun hal-hazırda qabı var. Qabı mövcud olan şəxsdir. Aydındır. Yəni qonaqlara təqdim elədiyi zaman deyə bilər ki, yəni üzürlü sayın. Yəni bundan başqa qablarım yoxdur. Aydındır. Yəni qonağın qarşısında bu şəkildə üzrxahlıq edə bilər və müsəlman da elhamdülillah ki, başa düşəcək, anlayacaq onun halını, durumunu. Aydındır. Və bu 20-ci hədis haqqında qeyd etmək istədiklərimiz idi və fəslin sonuncu hədisi, qablar fəslinin 23-cü hədisində deməli qeyd olunur ki, Ənəs ibn Məlikin radiyallahu anhu ənə qadəhən nəbiyyi sallallahu aleyhi və səlləm inkəsara fəttəqədə məkənə şə'bi silsilətən min fidda əxracuhu əl-Buxari. Ənəs ibn Məlikdən Allah ondan razı olsun rəvayət edildiyinə görə Peyğəmbərin sallallahu aleyhi və səlləm qədəhi su qabı çatlamışdı, sınmışdı. O da çatın yerinə gümüşdən bir tel çəkdirdi, tel bağladı. Və Buxari hədisi rəvayət edib. Və təbii ki, bu qeyd etdiyimiz hədisin qablar fəsli ilə birbaşa əlaqəsi var. Lakin müəllif İbn Həcər Əsqalan rahimehullah, necə ki İbn Hüseymin Allah ona rəhmət eləsin buyurur ki, kaş bu hədisi Musə Ləmənin hədisindən yəni sonra gətirərdi. Hansı ki, Musə Ləmə radiyallahu anhədən gələn hədisdə
Peyğəmbər sallallahu əleyhi və səlləm gümüş qabda su içməyi qadağan eləmişdi. Hansı ki, deyirdi ki, qarnında cəhənnəm sanki cəhənnəm odunu guruldadır, qarnına cəhənnəm odunu tökür. Və alimlər qeyd edirlər ki, kaş ki İbn Həcər Əsqalan rahimehullah bu hədisi 23-cü hədisi 17-ci hədisin altında gətirərdi. Çünki bizim bu qeyd etdiyimiz bu 23-cü hədis, sonuncu hədis tərkibində az miqdarda gümüş olan qabın hökmünə aiddir. Bu hədisin faydalarından birinci fayda Peyğəmbərin sallallahu əleyhi və səlləm bir əşyanı istifadəyə yararlı olduğu müddətcə qoruyub saxlamaq olan hərisliyi. Yəni bunun sübutu Peyğəmbər sallallahu əleyhi və səlləm qədəhi çatlamışdı və onu atmadı, əksinə təmir edərək istifadə etməyə davam elədi. İkinci fayda isə Peyğəmbər sallallahu əleyhi və səlləm bu əməlinin qənaətin əsas rükünlərindən birinin sayılması. Belə ki, insan öz malından faydalana biləcəyi bir şey hədər etməməlidir. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm malı boş yerə sərf etməyi qadağan eləmişdi. Necə ki, Muğayr ibn Şübədən gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Allahu Teala sizin üçün 3 şeyi bəyənmir. Dediqodunu, çox sual verməyi və bir də malı tələf etməyi. Həmçinin Allahu Teala malı insanların həm dini, həm də dünyəvi mənafelerini təmin edən bir vasitə eləmişdi. İnsan öz malını qorumalıdır. Çünki o buna görə məsuliyyət daşıyır. Həm dininin, həm də dünyasının ayaqda qalması bu mala bağlıdır. Necə ki, Uca Allah buyurur ki, وَلَا تُؤْتُوا السُّفَهَاءَ أَمْوَالَكُمُ الَّتِي جَعَلَ اللّٰهُ لَكُمْ قِيَامًا. Allahın sizə verdiyi malları, yəni sizin üçün yaşayış vasitəsi etdiyi mallarınızı səfihlərə verməyin. Və həmçinin də hədisin digər faydalarının üçüncü fayda isə Peyğəmbər sallallahu əleyhi və səlləm təvazökarlığı. Yəni hətta o Allah Resulü sallallahu əleyhi və səlləm çatlaq qabı təmir edib və onda su içirdi. Dördüncü fayda isə qabları bərkitmək, təmir etmək üçün gümüş telin istifadəsinin icazəli olması. Yəni bu gümüş qabdan su içmək sayılmır. Çünki burada əsas olan qabın özüdür. Yəni lakin burada nədir? Burada sadəcə bir tel bağlanıb həmin qaba ki, təmir olunsun. Yaxşı, bəs gümüşdən qaba qulp qoymaq necə? Stəkana, çaşkaya, məsələn, hansı ki, qab qulplu qabdır. Yəni onun qulpunun olması ehtiyac var, qırılıb, gümüşdən düzəldib qoymaq olar, yoxsa ki, yox. Alimlər qeyd edirlər ki, əgər buna ehtiyac varsa, bəli, yoxdursa, xeyr, qoyulmur. Çünki bu məsələdə müqayisə yalnız ehtiyac yarandıqda tam olur. Ehtiyac varsa qoyulur, yoxdursa qoyulmur. Yəni onsuz da keçərlidirsə, onsuz da əmələ gəlirsə, qulpsuz içmək olursa, istifadə olunur. Və Peyğəmbər sallallahu əleyhi və səlləm həmin gümüş teli də, yəni bəzək üçün deyil, ehtiyac olduğu üçün qabı təmir etmək məqsədilə istifadə eləmişdi. 5-ci fayda, yemək və içmək zamanı qabın bərkidildiyi gümüş hissəyə toxunmağın icazəli olması. Yəni bunun dəlili odur ki, Ənəs radiyallahu anhu, Allah ondan razı olsun, Peyğəmbərin sallallahu əleyhi və səlləm həmin gümüş telə toxunmaqdan çəkindiyini qeyd eləməmişdi. Yəni alimlər qeyd edirlər ki, bunu ona görə qeyd edirik ki, çünki bəzi alimlər hətta onlar deyirlər ki, yəni gümüş telin çəkildiyi hissəyə toxunmaq bəyənilmir. Onlar deyirlər ki, yəni o hissədən insan istikdə əlini və yaxud ağzını o hissəyə toxundurduqda bu insan artıq gümüş qabdan, xalis gümüş qabdan istifadə etmiş kimi olur. Və təbii ki, alimlər İbn Hüseyn rahimehullah buyurur ki, birincisi buna dair heç bir dəlil yoxdur.
Əksinə dəlil bunun heç bir probleminin olmadığını göstərir. Çünki Peyğəmbərin sallallahu əleyhi və səlləm ondan çəkindiyinə aid bir rəvayət yoxdur. İkincisi isə bir şeyə şəriət tərəfindən icazə verilibsə, o artıq icazəli sayılır. Madam ki, şəriət bunu icazə verib, deməli ondan istifadə etmək nədir? İcazəlidir. Məsələn, əgər qab dördbucaqlıdır, bəzi fəqihlər deyirlər ki, gümüş tel olan küncdən içmə. Çünki birbaşa gümüşə toxunmuş olursan. Lakin doğru rəy odur ki, doğru rəy bunun əksidir. Yəni, həmin gümüş telə birbaşa toxunmağın heç bir zərəri yoxdur. Yaxşı, bəs həmin o tel gümüşlə yox, qızılla əvəz olunsa necə? Yəni, qızıl teli gümüş telə qiyas etmək doğrudurmu? Alimlər qeyd edirlər ki, cavab xeyr, doğru deyil. Çünki əsl olan hökm yemək və içmək üçün qızıl və gümüşdən istifadənin qadağan olmasıdır. Necə ki, biz əvvəldə qeyd eləmişdik. Və əsl qayda belə olduğu halda biz bu qaydadan ancaq sünnədə gələn istisna qədər çıxa bilərik. Sünnə isə qızıl haqqında deyil, yalnız gümüş haqqında istisnanı verib. Gümüş haqqında icazə verib ki, yəni tel çəkə bilərsən. Əgər qırıqdırsa, ehtiyac varsa, tel çəksən ona, gümüş tel istifadə edə bilərsən. Bu məsələnin bir tərəfi. Digər tərəfi isə alimlər qeyd edirlər ki, qızıl bütün insanlar tərəfində gümüşdən daha dəyərli və üstündür və buna görə də üstün olanın, yəni qızılın hökmünü daha aşağıda olanın gümüşün hökmünə qiyas etmək, müqayisə etmək, bərabər tutmaq mümkün deyil. Əgər bu icazə qızıl haqqında gəlsəydi, gümüşü ona qiyas eləyə bilərdik. Lakin bunun əksi isə mümkün deyil. Gümüş haqqında gəldiyinə görə bunu qızıla müqayisə edə bilmərik. Çünki qızıl gümüşdən daha qiymətli olduğu üçün ona qiyas edilmir. Uca Allah bizi eşidib yaxşısına tabi olanlardan eləsin. Bu fəsil haqqında olan sonuncu hədislər idi. Subhanəkəllahumma və bihamdik, əşhədu en la ilahə illə ənt, əstəğfiruke və etûbü ileyk.